Bak gördüğünüz bunlar fəhlələr boşaldılar və altı kimi boşaltmasa da buradan sürəcəklər. Şimdi bunun bir əlazi qalıb ya boşalmalıdır ya da bunlar qalmalıdır daşın kəslərin altında. Ki bir saatin içində 2 saatca boşalın. Xahiş edirəm ki, bir gün baxırlar 6'ya. 6'ya kimi bunlar boşalmasa bunu hamısı tapı olmayacaq. Puldan da söhbət edən yoxdur, heç kim yaxın gəlmir. Ancaq elə gələn dəstə ilə gəlir, bir 30 dənə polis gətirir, bir 20 dənə icra hakimiyyəti gətirir. Bura aslında Nizami rayondur. Nizami rayon işini görmürük. Deyirik ki, belə biz Xatayı, biz Ağşəhərli, bizim dağımızda duran güclü adamdır, biz istədiyimiz yeri sökərik. 1991-ci ildə mən təmənnasız Heydər tərifləyərək məhrum prezidentimizdir. Rayon gəzirdim, Gəncədə. Bir gün Gəncədən Naxçıvana, Bakıya gələndə Gəncə elektrifikasında Gəncə qadınları olmasaydı məni öldürürdülər. Ki, sən niyə Heydər tərifləyirsən? Fiyatovda da gördüm məni öldürəcəklər, Bakıya da xəbər veriblər, 28-də məni tutacaqlar. Fiyalatov stansiyasına mən pəncərədən, elektrifikanın pəncərəsi dikdəndir belə. Diki verib çıxardıb oradan tullandım. Mən nə həmən adam, nə oldu mən indi xalqa xain çıxdım və nə oldu? Mən Heydər məhrum prezidentimiz Moskvada işləyən vaxtı heç məni pulsuz, təmənnasız bacısı ilə getdim, kolonka yığdım, bax yığdım, pulsuz, təmənnasız. Ondan sonra Brejnevlə Heydər portretini vurmaq üçün şəhərin mərkəzində bəlkə də yadında olanlar işlədim. Onda 16 yaşım vardı. Gecə saat 12 kimi işləyirdi ki, Heydər Brejnevin portretini belə vuracaqlar ora. İndi mən bilmək istəyirəm, yoldaş prezident, mən nə eləmişəm bu millətə? Bu neçənci dəhəndir ki, mənim obyektimi sökürlər. Naxçıvanda bir obyektim olub, Heydər bulağın yanında. Bunu söktün, heç pul da verməzlər. Dedə çox desin, sana basartdama. Bugün də gəldim Bakıya, zulüm çəkdim, nə qədər əziyyətlər çəkdim. Gəldim bu gördüyünüz binanı zulümlə tikdim, özdə nə zulümlə tikdim, pis də deyil. Çox binalardan yaxşıdır, özünüz görürsünüz. Bunu da indi sökürlər, söhmələri oyacaq, pul vermirlər. Deyir ki, kompensasiyadır, biz bunu istəyir veririk, xoşun çəkməz verəsən məhkəməyə. Azərbaycan da məhkəməsini hamı bilir ki, məhkəmə demək olar ki, işləmir. Məhkəmə kimin daisi var, kimin gücü var, məhkəmə onun dostudur. İndi mən şifəyin pəncərəni də söhməyə qoymurlar. Deyirlər ki, olmaz. Elə biz bunu dağıtmalıyıq, bizə deyirlər ki, dağıdır. Və deyirəm, dövlətin prezidenti var, bunun vitse-prezidenti var və bunlar axı, hörmətli prezidentimiz deyir, iş yeri. Mən işləmişəm. Bu yerdə 10 nəfərdən adam artıq işləyir. 10 dənə fəhlə deməli, 30 nəfər, 40 nəfər dolandırmaq deməkdir. Əlavə də mənim ailəm burada dolanır. Dövlətin vaxtında versin, verirəm, hər şeyini verirəm. Nə cür, nə deyilə, onlara yerinə etmişəm. Bugün nə bu nə haqq hesabdır? Cavab açıblar, dünən saat 7-də mənə çağırıblar, dedilər ki, gəl bura sənə gözləyirik. Mən də gəlmişəm. Gəldim belə, bura çatan kimi dedilər ki, sən yazı dedim, hə. Dedim ki, məndə köynə paltardayım. Mənə dedilər ki, sən ola bilməzsən, sən yəqin ki, buranın fəhləsən. Dedim, mən elə fəhəliyəm bura görəcəm. Bugün də görürsünüz, mən fəhlə paltarındayım. Çünki mən 33 il belə işləmişəm. İndi bu günləri mən durub təzə qaçmışavlar gəlib kimə özümü göstərmirəm ki. Mən iş görürəm, burada elə cəmaat dolanır, mən də dolanırım. Mən kiməsə öz pulum yoxdur, aparam küçələrə paylayam. Ya quduram, Mercedeslər sürəm, mənim maşınım yoxdur. Mən maşınla gəlirəm, hamı bilir. Saç işləmişəm, özüm 7 dənə üzüm yanır, əlim yanır. Deyəm, hamı mənə tanıyır, saçdan 90% şoförlər tanıyır, kamaz şoförlər. Mən nə əziyyət çəkmişəm, onlar bilirlər. Maraqlansaz, əgər görərsiniz ki, bu obyekti mən haram pulla tikməmişəm, bunu halal əmanət etmişəm. Bu boyda halalla 30 əziyyət çək, bunu tik, bu günlər gəlsin, qalxısınlar, şifəyə də qoymasın sən aparası və uşaqlar da sındırır, bax, nə qədər xəş çəkmişəm. Baxırsınız, görürsünüz ki, bu elə belə başa gəlmir. Bunu mən aylarla işləyib bunu almışam. Bu nətər oldu indi, mən aylarla aldığımı bir 10 dəqiqədə sökürlər, dağıdırlar. Sizdən artıq dərəcə xahiş edirəm. Bir prezident kimi, Azərbaycanın bir ağsaqqalı kimi, bir yaşdaş kimi, bir yaşdaşır. Qəşək fikir versəz, yadınıza gəlirsə, Naxçıvanda sərgi salonu açılmışdı o vaxtları. 76-cı illərdir. Rəhmətli Heydər gəldi, orada üzüm də yedi sərgi salonu. Həmən yerdə mən sizə gül verən oğlanam. 39 o mənim məktəbin tələbəsi idim mən. Biz çox adam verdi, mən də apardı verdim. Həmən adamım mən. Siz də bacının, yoldaşın, rəhmətli yanan atam gəlmişdi. İndi nə oldu, mən bu indi erməni oldum, mən vətən xaini oldum. Bilmirəm, bəlkə də mən vətən xainiyəm, çünki mən rüşvət ala bilmirəm. Ona görə ki, mən əziyyət çəkmişəm, ona görə mən vətən xainiyəm. Mən gecə yata bilməmişəm, indi də mənə ağlamaq tutur. Çünki bunu mən bir gündə qazanmamışım. Bir gündə qazansaydım deyəm, yox, mən illərlə əziyyət çəkmişəm.
Təzə başa çatırdı ki, təzə istəyim evimə söyle yaparam, dağıdırlar, oranı dağıdırlar, buranı dağıdırlar. Naxçıvanda obyektim var idi, Heydər bulağın yanında söhbə 1 manat da vermədim. Evimə heç nə aparmadım. Xahiş elədim, bizə verirsiniz zaman içində olan stanokları aparım Bakıya. Onu da vermədilər. Ona görə xahiş edirəm, buna ciddi fikir verin. Bir mənim yerimə siz olun. Bütün kanallara lağ edirlər. Dövlət kanallarına da cavab vermir. İctimai kanallar dağıtdılar. Deyilən bu olmaz, bu Merdən TV'dir, başqa TV'dir. Axı, bu da bu ki, mən ki vətən xaini deyirəm, mən heç bir partiyanın üzvü deyirəm. Mən bir dənə Kommunist Partiyasının üzvü olmuşam. O da 20 yanvarda qırdıqlarına görə cəmaatı, mən nifrət elədim o partiyaya. O gündən sonra da özümə söz qoymuşum ki, heç bir partiyanın üzvü olmayacaq. Amma düşmən də olmayacaq. Çünki bir vətəndaş kimi yaşayacağım, sakit vətəndaş kimi. İndi mən nə edeyim? Siz deyin, mən nə edeyim? Mənim ailəm buradan dolan, başqa da dolancım yoxdur. 15 il müalicə almışam, əlimdə sənədlərim də var. İranda pasportumu gətirə bilərəm. 15 il İranda müalicə alıram. Əsəbdən ağrıram. Gedirəm, orada sağalıram, gəlirəm Bakıya çatan kimi məmur gəlir, bax belə. Bu gördüyünüz, yox bir dənə bunu düşünün, bax gördüyünüz kanalizasiya, mən dövlətə kanalizasiya pulu verirəm. Bu indi bax bu quyu, bax bu quyu. Kanalizasiya, dövlətin kanalizasiya pulu verirəm, kanalizasiyamı qırdıla qoymadan yolda keçdim. İndi bura gedirdi. Axı belə olmaz ki, bu boyda axı insanı incitməzlər ki. Əgər doğrudan da biz lazımsız deyirik, bu təvşik qocalmışıq deyir, müharibə vaxtı qocatlara güllələyirdilər. İndi də biz elə həmin qocatın günü olmuşuq, güllələrimizin törəkdə də bundan başqa yol yoxdur. Məncə bundan başqa yol ola bilməz. Çünki mən əlim yanıb, üzüm yanıb, beləcə çəkməmişəm. 15 il yorğun döşədə yatmışam, əlləri belə qalmışam. Üzümə dərman sütüblər. Çörək yeyə bilmirdim, dodaqlarım yanmış, qulağım düşmüşdü yerə. O, mən bu boyda acı çəkməmişdim. Ki, bu məmurlar öz başına biz nə eləmişik? Biz bu Heydər məhrum gələndə onlardan biri də məndir. Mən o adamların içində idim, Heydər evin Naxçıvanda dəstəkliydim. Heydər ev istəmir də seçməyə. Onlardan biri məndim, o komitetdə var sənəti, çıxasın, baxsın, çıxırırdıq ki, Heydər ev seçilməlidir. İndi nə oldu? Heydər ev rəhmət getdi, biz vətən xaini oldu. Allah rəhmət eləsin, Heydər evin hesabına mən buranı tilməyə qoymurdular. O vaxtları Nizami rayon qoymurdu. Mən də Heydər evin məktub yazdım, xahiş elədim ki, mən bir Naxçıvanlı vətəndaşı, fəhlə qoymurlar tilməyə. Mənim də sənətim var, Bakıvətdən sənətim var burada. Oradan göstəriş nətər verilirsə də dəymədi də, mən tikdim. Bu günlərdə indi mən də fərəhləyirəm ki, onun oğlu İlham Əliyev hakimiyyətdədir. İndi mən nə inadım ki, bəlkə də ola bilər mən səhv eləmişəm, bəlkə də ola bilər mən indi harada səhv eləmişəm. Səhv eləyəni öldürərlər, güllələyərlər, mülkü sökərlər. Doğru səhv eləmişəm, basın adama. Kimizə qıçın qırmışam, qıçımı qırsın. Gözüm çıxatsın, gözüm çıxatsınlar. Və mən əziyyət səhmişəm, obyekt yemişəm. Sabaha fikirləşmişəm ki, qocalmışam, bu vaxtda mən yaşlaşmışam, 55 yaşım. 55 yaşımda özdə mən məmur işləmişəm ki. Mən fəhlə işləmişəm. Fəhlənin də 55 yaşı özdə suvaç işləmişəm, çəmlərin içində işləmişəm. Məndə də ciyər, qara ciyər, ağ ciyər, ürək, bu dəqiqə oksigen çatışmazlığı var. Bir boy doktora da müraciət edin, gəlsin, baxsın, mən su deyim. Əsəbdən müalicə almışam, desəyim. Rematizmada müalicə alıram, qara ciyər bərkiməsi. Mən indi özümə günahlayım. O vaxt buranın üzünü eləyəndə, o vaxtdan elə 40 min, 60 min kimi pul götürmüşəm başdan. Bugün 18 min borcum, bu anca borcum var. Onu da yoxlaya bilərsiniz. Evi zalog qoymuşam. Bugün indi bu söhbətlə mən onu nə ilə ödəyəcəyəm? İndi siz deyin, mən bilim, yaxşı. Elə bir mənim yerimə sizin düşmanınızdır. Siz o düşmana qoyarsınız ki, bu ödəyəcəksin. Banditlik edin. Bunu eləmək olmaz. Çünki elə bandit anadan doğulanda bandit olur. Sonra heç o bandit ola bilməz. O banditi də yaradanlar bu məmurlardır. Bu məmurlara siz vol verirsiniz, inanırsınız. Amma bu məmurlar bəlkə də bilirsiniz, bilmirsiniz. İstər sadə vətəndaş olsun, istəyir qeyri vətəndaş olsun. Bunlar vətəndaş saymır sadə vətəndaşlar. Bunlar bizə erməni kimi baxır. Bizə bunlar elə baxır ki, biz yəni elə bir yad planetdən gəlmişik. Biz yararsız bir insanıq burada yaşayırıq. Bəlkə də budur, bəlkə də doğrudan da indi mən səhv eləyirəm, bunlar düz deyil. Bunu sadə yolla çağırıb demək olar. Demək olar ki, sən də bu vətəndə yaşamasan, zaman vaxtı işlədin, getdin Heydər evində dağında durdun, getdin döyüşdün də, getdin döyüşüm, ayaqlarım rematizmada. Neçə gün dağlarda qalmışam, Şadada, Sədrəkdə getdim, qaldım, silahım yox idi. Bir dənə bombaram var idi, qoymada gedən. Demə, mən ölsəydim, mənim uşağım gözüm tutacaqlar, mən sağım, mənim çörəyim kəsillər.
Polis oradan gəlir ki, buna mənim sıxı get, daha nə o get. İcra nümayəndəsi oradan gəlir. Yek buradan gəlir, hamı gəlir. Bura məndən başqa hamı gəlir. Yoldan keçən sübzasiya gəlir. Mən bilmirəm. Neyniyək? Bu dərəcədə, o dərəcədəyəm ki, mən gedib orada asılmalıyam. Başqa yolum yoxdur. Gedim özüm asın. Ya gedim işlə qoşulum. Bəlkə ola bilər kimsə maraqlıdır ki, işlə qoşulum. Ya da vətəndən çıxım gedim. Amma bu vətəni biz yarattıq, qurduq ki, biz burada yaxşı yaşayaq. Biz azad yaşayaq. Bu da azaddır, bu da demokratiya. Ürəyimdə o qədər söz var ki, neçə dənə kitablar, neçə kameralar dözmər. Patlayar, dağılar. Mənim yerimə kim olsa ürəyi patlayır. Amma mən gecə səhərə kimi gülmüşəm. Hirsimdən gülmüşəm. İndi də ağlamaq istəyirəm. Çünki də gedir tabi olmayacaq. Bundan həmişə çörək qazanım, çevrilim çörək qazanırım. Bu gün amma da qazanamayacağım. Siz tapşıram Allaha. Əgər Allahı tanıyırsınızsa, doğrudan da Azərbaycan xalqına az da hörmət edirsinizsə, mənə yardım edəyin, kömək edəyin mənə. Mənə pul verməyin, mən istəmirəm, mən çörəyi özüm qazanırım. Məni qəbul edəyin, mən söz deyim, bura verirəm, pul da verirəm, kimə istəyir hopan verir.